Salam, xoş gördük hər birinizin növbəti video dərsimizdə. Biz bugün 4-cü sinif şagirdləri üçün monitorinq tipli növbəti sınağı izah edəcəyik. Bizim işlədiyimiz sınaqlar daha çox təhsil şöbələri tərəfindən regionlarda aparılmış sınaqlar olur, istərsə də Bakı üzrə. Yəni sınaqları işləyirik, şagirdlərə dəstək oluruq bu yolla. Gələn növbəti illərdə də hazırlaşan şagirdlərə monitorinqə, beynəlxalq qiymətləndirməyə hazırlaşan şagirdlərə dəstək məqsədi ilə çəkirik bu videoları. Deməli, PDF şəklində əldə etmək istəsəz, videonun aşağısında linki yerləşdirəcəm, oradan əldə edə bilərsiniz. Bir də monitorinqə necə hazırlaşmaq lazımdır? Necə hazırlaşsaq daha effektiv olar sualının cavabını verəcəyik. Yəni, əgər istəyirsinizsə ki, effektiv şəkildə hazırlaşasınız, bunun üçün əvvəla dərslikdəki bütün mövzulara bələd olmalısınız. Orada probleminiz qalmamalıdır. Onları tam başa düşməlisiniz, mahiyyətini başa düşməlisiniz. İş dəftərindəki çalışan tapşırıqları yerinə yetirin. Bu da sizin xeyrinizədir. Daha sonra əlavələr çox işləyin və işlədiyiniz zaman, əgər sınaq işləyirsinizsə 60 suallıq, onu çalışın cavab kartı ilə və vaxtı uyğun işləyin. Məsələn, 120 dəqiqəni qoydum, imtahan başladı, bitənə qədər mən bu sualları öhdəsindən gəlməliyəm. Daha tez işləyirsənsə nə gözəl. Amma vaxta uyğun işləməsəz artıq bu sizin üçün imtahanda çətinlik yaradacaq. Cavab kartı ilə işləməyi formalaşdırmasınız özünüzdə, bu da sizin üçün çətinlik yaradacaq. Cavab kartda paylaşmışdım. Telegram səhifəmizdə olmalıdır. Oradan əldə edə bilərsiniz. Başladıq. Deməli, Azərbaycan dili millətin malı mətni. Biraz yaxınlaşdıracağım. Başladıq. Hadisənin üzərindən illər ötüb. Siz də mənlə belə çalışın, oxuyasınız. Deməli, hadisənin üzərindən illər ötüb. Hələ o zaman bugünkü kimi hər kəsin şəxsi mobil telefonu nədir? Heç evlərində telefon aparatı belə yox idi. Kənd məktəbində müəllim işləyirdim. Bir gün qonşu kənddə çalışan müəllim dostumu görməyə getdim. Kəndin girəcəyində telefon budkasının içində 2 oğlan gördüm. Onlar telefonla oynayırdılar. Telefonun dəstəyi sallanıb yellənirdi. Oğlanlardan biri telefon aparatını yumruqlayırdı. Maşını saxladım, yerə düşüb soruşdum. Nə edirsiniz? Onlar qaçmaq istədilər. Mən onları saxlayıb telefonun əhəmiyyətini başa saldım. Dəqiqə. Aha. Kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə yaşayan insanlar bir-biri ilə telefonun əhəmiyyətini başa salır ki, telefon nə üçün əhəmiyyətlidir? Kəndlərimizdə, şəhərlərimizdə, qəsəbələrimizdə yaşayan insanlar bir-birləri telefonla əlaqə saxlayırlar. Yaxşı düşünün, bir kənddə, qəsəbədə fəlakət baş versə, qonşu kəndlərə, qəsəbələrə, şəhərlərə xəbər çatdırmadan onlara necə kömək edə bilərik? Bu telefona zərər vermək, millətimizə zərər verməkdir. Telefonlar atanızın, əminizin, hamımızın verdiyimiz pul ilə alınıb qoyulur. İnsan öz malına zərər verərmi? Uşaqlar tutduqları işdən utandılar. Məndən üzr istəyib oradan uzaqlaşdılar. Kəndə çatanda telefon budkasının qarşısında adamların toplandığını görüb soruşdum. Xeyr ola, nə var? Qadın hıçqıraraq. Oğlum birdən xəstələndi, öləcək. Qəsəbədən həkim çağırmaq istəyirdi ki, telefon da qırıqdır. Ay qardaş, nə olar, bizə kömək edin. Xəstəni və atasını maşına mindirib qəsəbədəki həkimin yanına apardım. Çox şükür ki, vaxtında çatdıq. Uşağın həyatını xilas etdik. Qəsəbədə ilk işim poçta gedib xarab olmuş telefonları xəbər vermək oldu. Birazdan telefonları təmir etdilər. O gün çox düşündüm. Mən kəndə getməsəydim, kim bilir, bəlkə də xəstə uşaq öləcəkdi. Buna səbəbi isə telefonları xarab etmiş uşaqlar olacaqdı. Onlar belə hadisənin öz başlarına da gələ biləcəyini düşünmədən dövlət malına, deməli, dövlət malına zərər verirlər. İndi isə sualları cavablandıraq. Deyir ki, oğlan uşaqlar kimdən qorxub qaçmağa çalışırlar? Valideynlərindən xeyir, telefon sahibindən xeyir, yaşlı kişidən xeyir, müəllimdən. Mətnin əvvəlində qeyd olunurdu ki, baxın, mətnə qaydaq, göstərim hansı isə cavab seçək. Və indi isə mətnə qaydaq. Deyir ki, hələ o zaman bugünkü kimi hər kəsin şəxsi mobil telefonu nədir? Heç evlərində telefon aparatı belə yox idi. Kənd məktəblərində müəllim işləyirdim. Artıq özü haqqında məlumat verir. Sonra da uşaqlarla danışığını göstərir. Deməli, burada söhbət müəllimdən gedirdi. Davam edək, ikinci suala baxırıq. Müəllim uşaqları görəndə nə etdi? Uşaqlara cəza verdi. Onları başa saldı ki, kəndin malına qarşı belə rəftar etmək olmaz. Onlar kəndə apardı, onlar görməzdən gəldi. Onlar görməzdən gəlmədi, onlar kəndə aparmadı.
uşaqlara cəza vermədi. Amma onlara başa saldı ki, kəndin malı ilə belə rəftar etmək olmaz. Bir dəqiqə. Davam edək. Hansı fikir mətndə öz əksini tapmayıb? Onları polis şöbəsinə apardı. Telefonu qıran uşaqları danladı. Xəstə uşağı həkimin yanına apardı. Telefonu düzəltdirdi. Hansı fikir? Onları polis şöbəsinə aparması haqqında mətndə belə bir fikir yox idi ümumiyyətlə. Yəni, onları danlamaq müəyyən qədər onlara məsləhət vermək xarakterli ola bilər. Xəstə uşağı həkimə apardı. Telefonu düzəltdirmək üçün müraciət elədi. Bəli. Amma onları polis şöbəsinə apardı fikri yanlışdır. Qeyd olunan məlumatlardan hansı mətndə öz əksini tapmamışdır? Müəllimin kənd yoxsa şəhər məktəbində işləməsi deyir ki, deməli, kənd məktəbində müəllim işləyir. Deməli, onun kənd yoxsa şəhərdə işləməsi haqqında məlumat var idi. Müəllimin dostu ilə görüşünün məqsədi barədə məlumat deyir ki, kənddə çalışan müəllim dostumu görməyə getdim. Amma nə üçün gedirdi, bu haqda məlumat yox idi. Müəllimin telefonu sındıran uşaqlarla söhbəti var idi. Uşaqların öz əməlindən peşman olması var idi. Orada üzr istəyib gedirlər. Bu da bir peşmançılıq göstəricisidir. Davam edək. Deyir ki, səbəb-nəticə əlaqəsinə əsasən qanun uyğunluğu tapın. Gəlin baxaq. Deməli, müəllimin köməyi ilə uşaq həkimə aparıldı. Bunun nəticəsini axtarır. Qəsəbədən həkim çağırmaq mümkün olmadı. Uşağın həyatını xilas etmək mümkün oldu. Uşaqlar üzr istədilər, əməllərinə peşman oldular. Uşaqlar telefonu sındırmışdı. Müəllim uşaqlara etdikləri əməl və onun nəticələri barədə danışdı. Danışandan sonra uşaqlar peşman oldular və üzr istədilər. 3-ə C-ni axtarırıq. Sonra variantları yoğunlaşdıq. Baxın, D olmaz. 3-də A, B olmaz, C olmaz. Dəqiqə, burada PDF-də problem yaranıb. Baxın, bu hissədədir. A-ya baxın. Bir də B-dir. İndi baxaq. Müəllimin köməyi ilə uşaq həkimə aparıldı və B. Uşağın həyatını xilas etmək mümkün oldu. 2-də. Uşaqlar telefonu sındırmışdı. 2-də. Deməli, qəsəbədən həkim çağırmaq mümkün olmadı. Bu da A-ya uyğundur. B. Baxın, B, A, C. Cavab A variantıdır. Davam edək. Aşağı düşmək üçün bunları silək. Aha, baxırıq. Müəllim insan öz malına zərər verərmi dedikdə nəyi nəzərdə tuturdu? Sizcə nəyi nəzərdə tuturdunuzlar? Biraz yaxınlaşdıraq bu hissəni. Bu şəkildə saxlayaq. Sizcə nəyi nəzərdə tuturdu? Verilən zərər üçün cəzalanacağını? Xeyr. Butulkadakı telefonun hamının olmadığını fikri doğru deyil. Nəyəsə zərər verməyin düzgün olmadığını qeyd edilir. Amma nəyəsə, yəni bunun cavabı deyil axı, öz malına zərər vermək mənasında deyil bu. Butulkadakı telefonun sadə vətəndaşların pulu ilə alındığını, bax, buydu. Yəni öz malınızı deyir. Yəni sizin pulunuzda alınıb, sizin atanızın, əminizin, dayınızın, ananızın, yəni hamınıza aiddir bu. Ona görə deyir ki, insan öz malına zərər verərmi? Cavab D variantıdır. Qadının ağlamasına səbəb nə idi? Çağırılan həkimin gəlməməsi, övladının xəstə olması və həkim çağıra bilməməsi, övladının yıxılması, həkimə getmək üçün maşının olmaması. Dostlar, burada qadının ağlamasına əsas səbəb övladının xəstə olmağı və həkim çağıra bilməməyi idi. Yəni, övladı yıxılmamışdı, o maşın axtarmırdı, çağırılan həkim ümumiyyətlə çağıra bilməmişdi. Əsas səbəb B variantı idi. Uşaqların dövlət malına zərər vurması nə ilə nəticələnə bilər? Kəndin telefonsuz qalması, xəstə uşağın ölümü, dövlətə zərər toxunması ilə, uşaqların cəza alması ilə. Yəni, ilk baxışdan belə görünür ki, hər biri doğru ola bilər. Amma ən əsası, bax, mətndə göstərilən, mətndə hansı nəticə ilə ola bilər? Mətnə uyğun nəticə seçək. Kənd telefonsuz qalardı, bu doğrudur. Amma ən əsası, ən vacibi də xəstə uşağın ölümü ilə nəticələnə bilərdi. Yəni, ən pis halıdır, belə deyək. Axı, heç bir şey insan həyatından dəyərli deyil. Davam edək. Uşaqların telefonu sındırması barədə aşağıdakılardan yalnız biri doğrudur. Uşaqlar telefonu bilərəkdən sındırırdılar. Etdikləri əməllərin nə ilə nəticələnəcəyindən xəbərsiz idilər. Valideynlərinin incidikləri üçün sındırırdılar. Xeyr. Müəllimin tapşırığına əsasən xeyr.
Amma etdikləri əməlin dostlar nə ilə nəticələnəcəyini bilmirdilər. Yəni düşün, deyirlər hə telefondur da oynayırıq qırıq, amma düşünmürlər ki, bunun nəticəsində nə ola bilər? Bir insan telefonsuz qalar, xəstə olar, başqasına əlaqə saxlaya bilməz. Nəticədə nə baş verər? Bu haqqda bir fikirləri yox idi. Onlar telefonu bilərəkdən sındırırdılarmı? Bu haqqda mətndə məlumat yoxdur. Ki, yəni oyun üçünmü sındırırdılar, yoxsa bilməyərəkdənmi? Hekayənin sonunda telefonu kim təmir etdirdi? Kənd sakinləri. Mətndə bu haqqda heç bir məlumat verilməyib. Telefonu qıran uşağın valideynləri, müəllim. Orada müəllim təmir etdirirdi sözsüz ki. Yəni müəllim orada gedirdi, kömək çağırırdı, məlumat verirdi. Yəni bir növ təmir etdirirdi. Özü təmir etmirdi, amma kiməsə təmir etdirirdi. Hadisələrin ardıcıllığını doğru şəkildə yazın. Deməli, müəllim xəstə uşağı həkimə çatdırdı. Uşaqlar telefon butkasında telefonu xarab etdi. Müəllim posta telefonun xarab olmasının məlumatını verdi. Kəndin telefonu düzəldildi. Deməli, ilk öncə uşaqlar xarab etmişlər. C ilə başlamalıdır. C ilə. Dəqiqə. Harada qalmışdıq? Aha. Burada C ola bilməz, B ola bilməz. 2 ilə başlamalı. Sonra 3 gəlir. Xarab olması məlumatını verirdi müəllim. Sonra nə olur? Kəndin telefonu düzəlirdi mi? Xeyr. Müəllim uşağı həkimə çatdırırdı. Baxaq. Deməli, 2-ni götürdük. Uşaqlar telefonu xarab etdi. Müəllim xəstə uşağı həkimə çatdırdı. Müəllim posta telefonun xarab olmasının məlumatını verdi. Kəndin telefonu düzəldirdi. Cavab A variantı. Müəllim nə üçün xəstəxanaya getdi? Atası narahat olduğu üçün. Müəllim xəstəxanaya heç getmədi. Kənd sakinləri üçün dərman gətirmək üçün. Xəstə uşağı həkimə aparmaq üçün. Xəstə uşağı həkimə aparmaq üçün gedir sözsüz ki. Sözlərin düzgün yazılış qaydasını müəyyən etmək istəyir burada. Kitab sözü bununla başlayacaq. Bunları unudursunuzsa, burada deməli, sonu bığcıdır, samit ilə bitən sözlərdən söhbət gedir. Onları saitlə başlayan şəkil çağırtırın. Onda sonuncu samitə asanlıqla müəyyən edəcəksiniz. Əlbəttə, saqqız, kərpic, cavab. Deməli, B, T, Q, C. Cavab D variantı. Baxırıq növbətdəki suala. İgid əsgərlərimiz addımlarla irəliləyirlər cümləsinə boşluğa hansı ifadəni yazsaq cümlə doğru olar. İndi biz burada sözsüz ki, zəif və qorxaq sözünü seçmir uşaqlar. Bu iki variant arasında qalır. Mətin və yoxsa mətin. Bu mətin sizin bayaq oxuduğunuz mətindir. Dövlətin malı. Amma millətin malı daha doğrusu. Amma bu mətin, hansı ki o igid əsgərlərimiz mətin addımlarla irəliləyirdilər. Bax, bu mətin o mətindir. Yəni güclü, özünə inanlı. Düzəltmə sözü müəyyən edin deyir. 5-də 1, milyon, 1986, 9-cu. Təbii ki, sıra sayları düzəltmə sözlərdir. İkinci mətndə izahı olacaq səhifəmizdə. Səhifəmizi izləmədə qalın. Videolarımızı bəyənin və dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşməyə ümid edirəm.